Qardaşlar var ki, sayxanada damlı oynayırlar. Bəli. Azam verilir, iqamə verilir, hətta elə vaxt olur, gəlmirlər. Nə tər rəftar eləyir, nə nəsiyyət eləyir, nə tövsiyə eləyir? Allah qorusun. Neyin elə qardaşlar, nə deyək? Eşitdiniz də qardaş sual. Bəzi qardaşlar var. Bunlar damla oynayırlar, damla. Və hətta elə olur ki, qardaş buyurduğu kimi azan da verilir, iqamə də verilir. Bunlar yenə oyunlarına davam edirlər. Bu hal təhlükəli haldır, Allah qorusun. Biz danışmırıq o oyunun haramlığından, halallığından, məkruh olmasından, mübah olmasından. Danışırıq ki, halın təhlükəli olmasından, Allah qorusun. Ümumiyyətlə, subhanallah, biz müsəlmanlar, bizim indiki halımız o hal deyil ki, biz, yəni belə deyək, indi mən sizə deyəcəm, inşallah siz də bunu təsdiqləyəcəksiniz. Bu halımızla nə deyək, damini oynayaq, nə bilim, başqa şeylərlə vaxtımıza aparaq. Birincisi, vaxtın qədrini bilmək lazım. Vallahi, vaxtın qədrini bilmək lazım. Vaxt gedir, aylar gedir, günlər gedir, həftələr gedir, illər gedir. Ömür qısadır, subhanallah. Ömür qısadır. Yəni, mən Allahın izni ilə zənnimdə yanılmıram. İnşallah ki, 95% orada olan qardaşlar, o damini oynayan qardaşlar, onların 95%-i Quran oxuya bilmirlər özündən. Elə deyil. 95% qardaşlar, bax 5%-i insafla özüm demirəm. Orada o damını oynayan qardaşlar, onlar özündən Quran-ı Kərim oxuya bilmirlər, subhanallah. Bu halımızla bizə yaraşırmı ki, orada damını oynamaq? Yəni, subhanallah, nususlara baxanda, kitaba, sünnətə, möminlərin peşman olacağı gün olacaq, qiyamət günü. Möminlər peşman olacaqlar ki, boş keçirdiyi vaxtlara görə. Fikir verin, möminlər, müsəlmanlar yox. Bilirsiniz də, müsəlman var, mömin var, muhsin var. Möminlər peşman olacaqlar ki, kaş ki, subhanallah, keçirdiyimiz o vaxtı zikirlə keçirərdik. Boş keçirdiyimiz vaxtları. Əgər vaxtları olubsa, boş keçirdiyi vaxtlar. Zikir eləyərdik, Quran oxuyardıq, daha çox ibadət eləyərdik. Yəni, subhanallah, bizim halımız ondan xəbər verirmi ki, biz bu halda olduğumuz halda, üstəlik damla da oynayırıq. Üstəlik də Allah qorusun, bu hal daha təhlükəlidir ki, iqamə verilir, azan verilir, yenə namazı gəlirmir. Damla oynanır. Allah qorusun. Yəni, iman o qədər zəifləyib ki, Allah bizim hamımızı bağışlasın. Yəni, təsir eləmir ona verilən azan, verilən iqamə. Ona görə barakallahu fikum nədir? Vaxtın qədrini bilmək lazımdır. Həmçinin bu şeylərə fikir vermək lazımdır. Bizim damla oynayan vaxtımız deyirlər, qardaş. Bizlərdən birimiz. Hərə öz nəfsinə sual versin. Sualın cavabını heç kim istəmir. Amma insafla Allah bizi görür də izləyir. İnnallaha kənə aleykum raqibə. Allah sizin üzərinizə nəzarət edir, Allah subhanət hələ buyurur. Bizlərdən birimiz özümüzə sual verək ki, mən, Amid, Əhməd, Muhammed, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin qıldığı namazı hasansa qılmışam mı? Bilirsiniz nə deməkdir? Bu sual bilirsiniz nə deməkdir? İndi siz deyəcəksiniz ki, əlbəttə ki, biz elə Peyğəmbərin namazını qılırıq da. Xeyr, söhbət ondan getmir. Biz Peyğəmbər sallallahu aleyhi ve sellemin namazını qılırıq, yəni şəkil olaraq. Peyğəmbər sallallahu aleyhi ve sellem əllərini qalxızıb, çin səviyyəsinə, sinəsinə qoyub, rukuda neyniyib, səcdə. Bunlar şəkildir. Amma əsl olaraq, biz Peyğəmbər sallallahu aleyhi ve sellem ki, namaz qıla bilirik. Desəm ki, məclisdə kimsə qalxıb Peyğəmbər sallallahu aleyhi ve sellem kimi 2 rükət namaz qıla bilərmi? 2 rükət, başdan ayağa təkbirdən təslimə kimi. Var elə bir adam. Nəcür eləyib Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Yəni, nəcür olub onun qiyamı, nəcür olub onun rukusu, nəcür olub onun səcdəsi, nəcür olub onun səcdələr arası, namazı, sallallahu aleyhi ve sellem. Sallallahu aleyhi ve sellem. Fikir verirsin, subhanallah. Bizim o halımızda Allah'a akbar. Biz Quran-ı Kərim üzündən oxuya bilmirik. Biz fərz namazlarını vaxtına qıla bilmirik. Biz sünnət namazlarından uzaq durmuşuq. Sünnət oruclarından uzaq dururuq, Allah qorusun. Peyğəmbərin sallallahu aleyhi ve sellem namazını qıla bilmirik. Peyğəmbərin sallallahu aleyhi ve sellemin çoxlu sünnələri tərk eləmişik. Heç bizə yaraşarmı ki, bu hal üzərində damini oynamağa? Allah hamımızı ıslah eləsin, bağışlasın. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilahe illə əntə. Əstəğfiruka və etûbü ileyk. Barakallahu fikum.